Beyler ve cenablar, Tok Show'nun aparıcısı Nurane Güler. Akşamınız xeyir. Teşekkür edirəm hər birinizə. Xoş gördük hər birinizi, hörmətli televiziya tamaşaçıları. Sizin də hər birinizi xoş gördük. Bugün bazar ertəsidir. Yeni bir iş həftəmizə sizinlə bərabər başlayırıq. İnşallah arzu edək ki, bu həftəmiz boyunca bizim Azərbaycanlı ailələrimizin hər birində huzur olsun, rahatlıq olsun, sakitlik, əminamanlıq, mehribanlıq olsun. Bir-birinə bu insanlar can desinlər, can eşitsinlər. Yəqin onda biz də proqramımızın motivini dəyişərik. Xoş gəlmişsiniz, əziz qonaqlarımız. Axşamınız xeyir olsun. Mən bugün çox sevirəm. Bizim çox dəyərli insanlarımız proqramımızın qonağıdır. Xeyrəddin müəllim bugün gəlib proqramımıza. Xeyrəddin müəllim, xoş gəlmişsiniz. Axşamınız xeyir olsun. Zemfira xanımı gördüm, çox şad oldum. Xoş gəlmişsiniz. İmruzə xanım, sizi gördük, şad olduq. Xoş gəlmişsiniz. Artıq bizim ailə üzvlərimizdən olan Mehriban xanım və Vasif müəllim də siz də evinizə xoş gəlmişsiniz. Belə, mənim əzizlərim, auditoriyada əyləşən hər bir tamaşaçımızı bir daha salamlayıram. Axşamınız xeyir olsun və elə vaxt itirmədən biz ilk qonağımızı dəvət etmək istəyirəm bura. Ötən veriliş yadınızdadırsa 5-ci gün biz Günay xanımı dəvət etmişdik. Günay xanımla bizim söhbətimiz yarımçıq qaldı. Günay xanım, buyurun gəlin, zəhmət olmasa tamaşaçılarımızı gözlətməyək. Günay xanım bizə ailə problemi ilə bağlı müraciət etmişdi. Yəni məlumat üçün mən qonaqlarımıza söyləyim ki, Günay xanım bir ərəblə ailə qurub, bizim Azərbaycanlı qızımız. Gəl Günay, gəl. Günayın 2 övladı var. Hal-hazırda bax belə ailə probleminin içərisindədir. Çox üzgündür, anası ilə bir yerdədir. Günay, əyləş. Balam ağlamayacaq ki burada. Ağlamaz. Götür, zəhmət olmasa saçlarını belə elə həm uşağa mane olacaq, həm də mikrofona. Aha. Mən onu qucağımda tutsam ağlamaz mı? Aha, ver mənə, ver mənə. Hə, sən rahat-rahat danış. Aha. Hə, Günay, indi məsələmiz hansı yerdədir? Sən de ki, bizim ekspertlərimiz də bilsinlər ki, problemimiz bizim nədir? Poyraz, Kaymaz, düz dedim mi? Bəli, Poyraz, Kaymaz, Ərəbdir. Aha. 2 uşağını buraxıb, maraqlanmır 2 uşağı ilə, aliment də vermir uşaqlarına. Özümüz kirayədə qalıram. 2 uşaqlı kirayədə qalıram. Aha. Gəl bura, gəl. Gəl ananın yanına, gəl ananın yanına. İmruzə xanım, bilirəm siz qadınların bax bu problemlərinə qarşı heç vaxt biganə deyilsiniz. Hər zaman bax qadınlarımızla bağlı, hətta Facebook səhifələrində, sosial şəbəkədə belə görürəm sizin yazılarınızı. Mən ümumiyyətlə həmişə qadınlara tərəfim, bilirsiniz də. Bilirəm. Həmişə qadınlara tərəfim. Qız özü də ərəb qızına oxşuyur. Nəsə var qanında? Yox, Azəriyəm. Ərəb qızlarına daha çox oxşuyursun. Azərbaycanlıdır Günay, amma son danışmalarımızda Mehriban xanım, bu Poyraz Kaymazın, biz onunla telefon bağlantıları etdik, amma son danışmalarında Günay özü mənə, yəni telefonda, WhatsAppda göstərdi, nə qədər adamı təhqir eləmək olar, nə qədər, çox üzr istəyirəm tamaşaçılarımızdan, nə qədər bir xanıma, 2 uşağının anasına nə qədər söyüş yazmaq olar? Axşamınız xeyir olsun. Qızım, belə deyək. Bu oğlanın neçə yaşı var? 3 yaş olacaq. 3 yaşı var. 3 yaşına qədər bu ərəblə bir problemin var idi mi, yoxsa ikincidən sonra oldu? İkincidən sonra oldu. Ona qədər yaxşı idi. Bəli. Eviniz yox idi. Yox. O sizlə necə qalırdınız biz? Elə bil ki, Ağlama. Ağlama. Bax, Yox, ağlama. Biz çalışdığımız qədər verin də, zəhmət olmasa. hüquqşünasımız da buradadır, Günaya, Vasif Günay bəy. bircə söz deyən kimi Günay başlayır ağlamağa. Artıq Veriliş də qalır ağlamaqdan yarımçıq. keçib. Özü düşən ağlamaz. Artıq bu keçib. Biz özümüz gedirik, o işi eləyirik, sonra oturub ağlayırıq. Amma sonra deyirik ki, o heç kəsə günah yoxdur, günah bizdədir. bəli, mənim günahım oldu. Hər şey mənim günahım oldu. Öz ağılsızlığımın üzündən oldu. Ay qızım, deyirsən ki, kvartant yaşamışıq, düzdür? Kirayədə qalıblar da, mən belə başa düşdüm. Yox, anamın Ərəblə əvvəl yaşayır. evi olub, yataqxanası olub.
Kimi? Mən anamın yataqxanası olub, məni elə bir ki 2012-ci ildə ailə qurmuşam. Yazıq analar, can analar. Mən analar vallah yazıqlar. Abala sən ərə getmişdin ki, anon səni təzədən saxlasın. Bu ərəbə gedəndə bəs bilmirdin ki, ya bunun evi var, eşiyi var, ya nə bilim az da olsa imkanı var. Yaxşı, onu da qoyuram qırağa. Qızım, biz sən mənim balamsan, bəlkə balamdan da balacasan. Bir evladın dünyaya gəlmişi, sən onsuz da bilirdin ki, biraz pis yaşayırsan. Bu ikincini niyə gətirirdin dünyaya? Nə olmuşdu? Qoy bunu biraz böyüdəydin, görəydin bu adamla axırın nədir? Bax, günah bizim özümüzdədir mənim balam. Mehriban xanım, onlar hamısı ötüb keçib, İndi olub. neynə- Artıq bu dünyaya gəlib də, bax bu Gəldi, qucağımda neynəyəcəyik biz? tutduğum körpə dünyaya gəlib. Onun da haqqı var, yaxşı Nikahı yaşamağa. var heç olmasa. Bəli var. Ha, şükür. Nikah var, amma Rəsmi nikahdır, Ha, bəli. şükür. Boşanma yoxdur. Sadəcə olaraq Vasif aliment tələb müəllim, eləmişəm. indi məsələ bilirsiniz nədir? Məsələ ondadır ki, həmən o Poyraz Qaymazın bir xanımı var da, Bəli, düzdürmü? bəli. Xanımı var. Bax, o xanım yazır, təhqir eləyir, təhdidlər eləyir, Azərbaycanlıdır. günaya, Xeyr, Kıbrıslı. Kıbrıslıdır. O xanım ümumiyyətlə, bax bu iki uşağın anasından nə istəyir, biz onu heç cür anlaşdıra bilmirik. Onu özü daha yaxşı bilər. Sadəcə olaraq biz o xanım nə istəyir və yaxud təhqir edir. İndi öz belə də işin faktiki hallarını özü bilir. Amma necə boşanmaq üçün müraciət etmisinizmi? Xeyr, boşanmaq üçün. Niyə? Sadəcə olaraq istəmirəm. Boşanmaq istəmirsiniz? Xeyr, O da Siz onunla yaşamaq istəyirsiniz? yox. Boşanmaq Yaşamaq- istəyir, getsin özü boşansın. Mən sadəcə olaraq Yox, yəni aliment boşanmaq üçün müraciətdə nə təhlükə görürsüz, nə problem görürsüz? Yəni onu deyin də mənə zəhmət olmasa. bilmirəm. Qorxuram, Yəni- aliment ödəməz. Yəni boşanmağın, Geri yəni qaçar. məlumat üçün bildirim ki, Çünki mənə alimentə... dedi ki, mən çıxıb gedəcəm başqa ölkəyə. Yox, başa düşdüm. Yəni mən sizə çoxu elə bilir ki, Nurana xanım, Telefon bağlantısı edin Poyraz Qaymazla təcil çoxu elə edin. bilir ki, boşanmanın hər hansı bir alimentə təsiri var. Yəni boşanmasa alimenti almaq olar, boşansa almaq olmaz. Ona heç bir təsiri yoxdur. Yəni siz boşansanız da aliment uşağın saxlanması üçün olan vəsaitdir, o alınacaqdır. Yəni onun heç bir hüquqi məhdudiyyət qoymur. Sizin boşanma, yəni indi hal-hazırki vəziyyətdə bu səviyyədə qalmağınız, yəni evli şəkildə qalmağınız, lakin faktiki evli olmamağınızın bir mənası yoxdur. Vasif Yəni- müəllim, bilirsiniz, xanımlarda belə bir xüsusiyyət var da, indi xanımlar daha yaxşı bilirlər. Xanım o boşanma həddinə gələndə, biləndə ki, o kişinin yanında bir xanım var, iki dünya bir olsa da deyəcək boşanmıram. Yox, prinsip aparıb boşanmağın da, üzr istəyirəm Mehriban Hə. xanım, prinsip aparıb boşanmağın da, üzr istəyirəm, boşanmaq mənası yoxdur axı. Bəs nəyə görə özü müraciət eləməyib boşanmaqdan ötürü? İndi onun bilmirəm valla səbəbi nədir, siz də müraciət Biz etmisiniz telefon deyə bağlantısını Biz tez məcbur edək. sizə məsləhət verir. Amma alimentin alınması üçün müraciət edə bilərsiniz. İki Etmişəm, uşağın bəli. saxlanması üçün və hətta sizin belə saxlanmağınız üçün aliment ödəmək onun borcudur. Borcudur. Əgər Vasif, sizin- mən bir məsələ də var, bir problemimiz də var. Yəni Günay bizə müraciət eləyəndə əslində bu problemlərlə müraciət elədi. Yəni ki, mən boşanmaq fikrim yoxdur, amma Günay dedi ki, mən çox təhdidlər altındayam. Bəli. Belə müraciət etdi. Amma biz Günayla yaxın, yəni belə də artıq dostluq yarandı aramızda. Və məsələ məlum oldu ki, Günayın xəstəliyi də var. Ötən proqramımızda da tamaşaçılarımız, yəqin ki, çox saylı tamaşaçılarımız bilirlər. Günay hepatit C daşıyıcısıdır. Allah şəfa versin. Hepatit C daşıyıcısıdır və hazırda əziz tamaşaçılarımız Günayın vəziyyəti ürək açan deyil, Günay təcili müalicə olunmalıdır. Düzdür, biz bu proqramımızda kiminsə məsələn xəstəliyi üçün tamaşaçılarımıza hələ bu günə qədər müraciətimiz olmayıb. İstisna hal kimi, yəni sonradan bildiyimizə görə ki, Günayın bax iki uşaq yanında, anasının himayəsində işləmir, yəni həyat yoldaşı deyim də, hələ keçmiş həyat yoldaşın deyil. Həyat yoldaşının heç bir dəstəyi yoxdur, həm də Günay bir dəhşətli xəstəliklə çarpışır. Bax, bu gənc qız bu dəqiqə bu vəziyyətdədir. Xəstəlik, iki uşaq, işləmir. Və üstəlik də o deməli həyat yoldaşının təhqirləri, təhdidləri, telefonla yazışmaları bütün günü bilirsiniz ki, o xəstələrə sakitlik lazımdır. Əsəbləri sakit olsun. Amma Günay bütün günü stres içərisindədir. Bax, elə 2 gün bundan əvvəl də Günayın demək olar ki, 2 gündən bir Günayın üstünə təcili yardım gəlir.
Buyurun, buyurun. Mən düşünürəm ki, bu çox ürək ağrıdıcı bir hadisədir. Yəni bu ailənin bu cür məşəqqətlərlə üzləşməsi doğrudan da insanın ürəyini ağrıdır. Hər halda mən bütün günahları, təqsirləri daha çox, yenə deyirəm, daha çox mən kişi, yəni onun həyat yoldaşında görürəm. Hələ boşanmayıblarsa həyat yoldaşıdır. Çünki onun bu hərəkəti nə insanlığa, nə humanizmə, nə Bəli. belə deyək kişiliyə, kişi vüqarına, kişi sınağına, kişi dəyanətinə sığan bir şey deyil. Bir halda ki, onun xanımı 2 uşaqla, hətta biri südəmər körpədir, 2 uşaqla hazırda bu xəstəliklə çarpışır, bu vəziyyəti bir qədər də çətinləşdirir. Yəni o necə ola bilər ki, sevib vaxtı ilə evlənib də, yəni ki, bu qızı ona güclə verməyiblər ərə. Sevib Sevib evlənmişlər. Bəli, ailə hətta ailə qurub. belə razı deyildi, amma mən Görürsünüz, özüm mən o istəyərək sualı sizə istəyirdim. verəcəkdim ki, mənim xanım qızım, siz ailə quranda böyük məsləhətinə, böyük xeyir duasına, necə deyərlər, qulaq asıb ailə qurmuşdunuz, yoxsa Ailəm razı qoşulub deyildi. getmişdiniz? Yox, Bunlar qoşulub hamısı getməmişdim, şərtdir. sadəcə olaraq Hə, istəyirdim də, sadəcə deyirdim, mən Bəs bunu yaxşı, o sizi sevib, 2 dənə gözəl övlad dünyaya gəlib, gözəl sağlam balalardır. İnanın, insanlar var ki, bir balaca uşağın o, nə bilim, Bir qoxusunu, Saçı şul, bir bir qırılmış- telinə həsrətdir, telinə. həsrətdilər. Bilirsiniz, bu çox belə, çox tərəfli düşünəndə bu çox ürək ağrıdıcıdır və o bəyi mən günahlandırıram. Səs yazması var. Aha, verin görək nə söylüyor. Aha. Günayın hepatit tutmasından xəbəriniz var idimi? Aile kurandan 8 ay sonra haberim oldu. Kan analizi verende Facebook'tan, WhatsApp'tan engelli ignorasyonu arttığı için bazı şeylerine yani çıkak attım. Ben de başka bir profil oluşturdum. Ve onlardan bazı şeyleri gördüm. Ondan sonra boşanmaya karar verdim. O Musa'yı sürekli şey yapıyordum. Görürdüm ki her paylaştığı şeye beğeni verip. En son o şekli geldi zaten. Her şey aşağı kavuştu. Yəni Musa'nın yazdığı statusları bəyənirdi və onu gördünüz. Evet. Onlar da göreceğimi gördüm yani beğeniler falan. Sonra Musa'nın şeklini yolladı bana. Yani aliment için mahkemeye verip de boşa uğraştılar. Türkiye'de öyle bir kanun yoktur. Aliment pulu boşanma olmadan hiçbir uşağa bağlanmaz. Ananız qeyd etdi ki, bəs bizim Azərbaycanda nəvəmiz yoxdur. Neye göre dediğini diyeyim. Anam harici ülkede yaşıyor Kıbrıs'ta. Biz de Türkiye'de Adana'da yaşıyorduk. Anam harici ülkeden geldi. Bir yıldır nevesini görünürdü. Geldi özüyle aparmak istedi gezmeye yani özüne yani uşağa bir şeyler almak için. Kadının başına bin bir türlü oyun açtılar. Kadını öz evinden kovdular. Kardeş ben geçen aya kadar en son ahırıncı defa sizin o bir kardeşten bir çek gönderdim. 177 dolar. Azeri puluyla 300 manat pul ediyor. Ben hemen hemen yani her ay yolluyordum bu kadına pulu. Siz Günayı hələ də sevirsinizmi? Yani benim yaşadığımı bizden bilirim. Bir Allah o olaylardan sonra ben gittim. Özüme yeni bir hayat kurdum. Bir nişanlandım. Ondan sonra ben Günay'ı sebep vermiştim. Ne helal ederim ne haram ederim. Allah'a bıraktım yani ben onlardaki hakkımı. Günay gidecek, boşanma davasını açacak. Boşanma davasını açmadığı takdirde aliment pulu için boşuna dava açmasın vekili. Yani boşuna özlerini yıpratmasınlar. Türkiye'de öyle bir kanun yoktur. Boşanma gerçekleşir, öyle aliment pul. Nə yaxşıdır. Deməli, özümə getdim, özümə həyat qurdum. Hələ sözlərinin arasında da bir Allahın da kəlməsini, Allah kəlməsi də işlədir. Nə yaxşı siz belə Allahla, Peyğəmbərlə oturub duran adamsınız. Bu iki körpəni kim saxlamalıdır? Kim onların qayğısına qalmalıdır? Adamın xanımı xəstə olanda bəs siz necə bir-birinizi sevmisiniz? Necə əlindən tutmusan Günayın? Əlindən tutmuşdun, sona qədər tutardın. Yaxşı deyək ki, 1 ildən, 2 ildən sonra Günaya qarşı olan sevgin sənin itdi. Olur belə şeylər, həyatdır. Xoşun gəlmədi ondan, yollarınız ayrıldı. Bəs uşaqlar ki sənindir. Uşaqlardan necə ayrıla bilərsən? İstəyir, belə deyim də, Türkiyədə olma, istəyir Ərəbistanda olma, dünyanın lap o bir ucunda ol, okeanın o tayında ol. Dünya nə boydadır ki, sən uşaqlarını qoyub hara gedəcəksən, Marsa uçacaqsan? Neydi adı?
anasına? Anasına heç də eləməmişəm. Sadəcə anası istəmirdi Mikrofonunuzu bu götürün uşağın mənim. doğulmasını. Qızımın doğulmasını istəmirdi anası. Valla mən bu ayaqdan diqqətlə qulaq asıram, bilmirəm nəyi müzakirə edirik. Siz boşanmaq istəmirsiniz, o da boşanmır. Özü də xəstəsiz. Başınıza da bir dənə oyun gəlib. Xeyrəddin müəllim, olar reklamlardan sonra davam eləyək. Olar. Reklamlardan sonra tok showumuz devam edecek.